Erməni xüsusi təyinatlarının Kəlbəcərin Şaplar kəndində girov götürdüyü Dilqam Əhmədov ermənilərin əlinə düşməzdən öncə Azərbaycana zəng edib. Bu barədə onun qohumu Mövqe.az saytına açıqlamasında bildirib. Elxan Nəbiyev Dilqamin Kəlbəcərə keçməzdən öncə onunla da əlaqə saxladığını bildirib. Biz onunla planlaşdırmışdıq ki, avqustda doğma yurdumuza keçək. Amma bu dəfə o Permdən biraz gec gəlib. Mən isə Hacıkənd tərəfə gəlmişəm. Aşağı düşəndə gördüm Dilqam mənə zəng edib. Təkrar onu arasam da zəng çatmadı. O tərəflərin torpaqlarını addım-addım tanıyırdı. Bu birinci dəfə deyildi ki, Dilqam dəfələrlə Kəlbəcərlərə, Şaplara gedib sağ-salamat da qayıdıb. Heç elə keçəcəyini də ağlımıza gətirməzdik. O deyirdi ki, öz torpağıma keçmək üçün düşməndən icazə almalıyam. Çox təəssüf ki, ehtiyatsız davranıb bu dəfə. Araq ələ verib onu. Nəbiyev 2012-ci ilin yayında Dilqəmlə Ağdərəyə keçdiklərini, yolu izi yoxladıqlarını da söylədi. Mən özüm də bir dəfə təkcə o tərəfə keçmişəm. Amma tək olduğum üçün gecə ilə geri qayıtmışam. Dilqəmin başına ermənilər pul qoymuşdu. Elxan Nəbiyev bildirib ki, Dilqəmin bir oğlu və bir qızı var. Onların hər ikisi evlidir. Dilqəmin saxlanılmasından da xəbərləri var. Rayon icra başçısının birinci müavini Eldəniz Mehdiyev isə açıqlamasında bildirib ki, Dilqəm və Şahbazın dəfələrlə Kəlbəcərə getdikləri barədə onlara da məlumat daxil olub. Amma biz onlardan Kəlbəcərə gedərkən yox, qaydanda xəbər tutmuşuq. Biz onların vətən həsrətini anlayırıq, amma gərək onlar da qarşı tərəfdə düşmən olduğunu anlayardılar. Xatırladaq ki, erməni saytları Kəlbəcərin Şaplar kəndində dünyaya gələn, hazırda Rusiya vətəndaşı olan Dilqəm Əhmədovu ələ keçirdiklərini əks etdirən video görüntü yayıblar. Qeyd edək ki, Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illərdir ki, Kəlbəcərə gedir. Ermənistanın işğal etdiyi doğma yurd yerlərindən video çəkilişlər edirdilər. Düşmən tərəf bu şəxslərin diversant olduğu barədə məlumatlar yayır. Onları ermənilərin ölümündə suçlayır. Halbuki onları bu torpaqlara təhlükəli olsa belə getməyə vadar edən səbəb öz doğma torpaqlarına qovuşmaq həsrəti idi.